döyüş olub, qeyri-bərabər döyüşdür. 30 min, 40 min ordu, Şah İsmailin ordusu 30-40 min, Osmanlı ordusu 100-120 min nəfərdir. Şah İsmailin süvari ordusu Osmanlının süvari ordusunun qılıncla məğlub eləyir və bundan sonra top atəşləri olur. Top atəşləri meydana açılır. Meydanda kifayət qədər Osmanlı və Qızılbaş əskərləri həlak olurlar. Bu atəş zamanı Şah İsmailin ən yaxın adamları həlak olurlar döyüşdə, şəhid olurlar. Bundan Şah İsmail affekt halına düşür. Yəni Şah İsmail çaldıran döyüşündə 7 dəfə at dəyişib. Həm qılınc yarası alıb bədənindən, həm də güllə yarası alıb. Bundan sonra Şah İsmail sərkərdələrinin ölümündən affekt halına düşür, əsəbləşir, özündən çıxır və Osmanlının tam içinə hücum eləyir atla. Yaralı Şah İsmail'i Qızılbaş sərkərdələri meydandan dartıb sürüyərək çıxardırlar. Yəni meydandan affekt halında olan Şah İsmail'i döyüş meydanından yaralı vəziyyətdə dartıb məcbur çıxardırlar. İndi buna hansı insafla, hansı vicdanla biz döyüşdən qaçıb deyə bilərik? Məsələn, təsəvvür edin, döyüşdür, 44 günlük müharibədir. Azərbaycan əskərləri kəşfiyyatı puskuya düşür, komandirləri yaralanır. Bizim əskərlər də, məsələn, 10 nəfər əskər öz komandirlərini, yaralı komandirlərini döyüş meydanından çıxardırırlar geriyə. Biz buna həmin komandir döyüşdən qaçıb deyə bilərikmi? Şah İsmail döyüşdən qaçanı olan olsaydı, Şah İsmail ordunun önündə vuruşmazdı. Yəni Şah İsmail bütün hakimiyyətin risk atır, ordunun önündə döyüşür. Bütün döyüşlərdə ordunun önündə olub Şah İsmail. Yəni Şah İsmail sadəcə şah deyil, ordunu saraydan idarə etmirdi. Şah İsmail ordunun önündə olurdu. Qılıncla, atla. Şah İsmail özü, öz hakimiyyətin, iqtidarın riskə atır, döyüşür. Yəni biz bu adama necə döyüşdən qaçdı deyə bilərik? Obyektiv olmaq lazımdır dostlar.